Salam, bu videoda mən sizə ürəyin quruluşu və ürəyə birləşən damarlar haqqında məlumat vermək istəyirəm. Deməli, insanın ürəyi 4 kameralıdır. Bilirik ki, 2 qulaqcıq, 2 mədəcikdən ibarətdir. Qulaqcıqların əzələli divarı mədəciklərin divarına nisbətən nazikdir. Yəni bu da onların işi ilə əlaqədardır. Çünki qulaqcıq yığılanda qanı mədəciyə ötürür. Mədəcik isə qanı bütün bədənə göndərməlidir. Ona görə mədəciyin divarı qalın, qulaqcığın divarı nazikdir. Amma mədəcikləri də müqayisə etsək, sol mədəciyin əzələli divarı sağ mədəciyin divarından daha qalındır. Çünki sağ mədəcik qanı ağciyərə vuracaqdır. Yəni ağciyər ürəyə daha yaxındır, belə götürək. Amma sol mədəcik qanı bütün bədənə vurur. İndi burada bir də baxaq. Deməli, bizim kitabda gördüyümüz, ekranda, yəni üzbəüz gördüyümüz sağ hissə sol tərəfdir. Sol hissə sağ tərəfdir. Bu olacaq sol qulaqcıq, sol mədəcik, sağ qulaqcıq, sağ mədəcik. Deməli, gördüyünüz kimi sol mədəciyin divarı daha qalın olacaqdır. Və deməli, ürəkdə qanın yalnız bir istiqamətdə axmasını təmin edən qapaqcıqlar var. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar, mədəciklərlə damarlar arasında aypara qapaqlar olacaqdır. Gəlin indi baxaq. Sol qulaqcıqla sol mədəcik arasında olan qapaq 2 taylı qapaqdır. Bu gördüyünüz 2 taylı qapaq. Sağ qulaqcıqla sağ mədəcik arasında olan 3 taylı qapaqdır. Baxın, burada da tayları daha rahat görünür. Görürsünüz burada sol hissədə 2 taylı, sağ hissədə 3 taylı. Bu ürəyin, baxın, buradan elə bil eninə kəsildi. Və mədəciklərlə dedik damarlar arasında, burada indi görünən bu damardır. Digər bir damar isə, baxın, buradan çıxır, bu aortaya gedəndir, buradan. Bu gördüyünüz, burada gördüyünüz isə və burada eninə kəsikdə aorta ilə ağciyər kötüyü arasında olanlar isə, yəni mədəciklərlə damarlar arasında olan aypara qapaqlar olacaqdır. Deməli, bu ürəyin quruluşu haqqında və yadınızda saxlayın. Ürəyin sol hissəsində arterial qan olur. Sağ hissədə, yəni sağ qulaqcıq, sağ mədəcikdə venoz qan olacaqdır. Deməli, arterial, arteriya, vena, venoz bu sözləri heç qarışdırmayaq. Şagirdlərin bildək ki, ən çox çaşdığı hissə buradır. Arterial, venoz qanın adıdır. Yəni oksigenlə zəngin qan arterial, karbonla zəngin qan venoz. Arteriya və vena isə damarın adıdır. Elə damarın adını demişkən gəlin burada deyək. Arteriya qanı ürəkdən çıxaran damarlardır. Qanı ürəkdən çıxaran, baxın, bir buradan mədəcikdən çıxan, ürəkdən çıxaran hansıdır? Mədəciyin damarlara vurduğudur. Və onda belə yadınızda saxlayın ki, mədəciklərə birləşənlər arteriyadır. Baxın, bir buradan sağ mədəcikdən bu ağciyər kötüyü çıxır, bir budur arteriya, bir də sol mədəcikdən çıxan aorta. Bunlar arteriyadır, ürəyə birləşən arteriyalar. Arteriya necə oldu? Baxın, oxunda istiqamətdən görürsünüz. Qanı ürəkdən çıxaran damarlar. Vena nədir? Qanı ürəyə gətirən damarlar. Ürəyə gələn qan qulaqcığa tökülür. Onda, deməli, venalar qulaqcığa birləşənlərdir. Hansıdır? Bir bu qulaqcığa birləşən aşağı boş vena, yuxarı boş vena gətirib qulaqcığa tökür. Bir də 2 sağ ağciyərdən, 2 sol ağciyərdən gələn sol qulaqcığa birləşən ağciyər venaları. Yəni bu buradan gəlsə də, bura yox. Sağdan gələn deyə burada görünür. O 2 bu damar gəlir, sol qulaqcığa birləşir. Deməli, qulaqcığa birləşənlər, yəni qanı ürəyə gətirənlər oldu vena damarı. Qanı ürəkdən çıxaranlar, yəni mədəciyə birləşənlər oldu arteriya damarı. Və heç də hər zaman arteriya damarının içərisində arteriya qan, vena damarının içərisində venoz qan olacaq deyə bir şey yoxdur. Bu səhv fikirdir. İndi baxacağıq, arteriyanın içində arterial qan da ola bilər, venoz qan da ola bilər. Eyni ilə venada da içərisində arterial qan da ola bilər, venoz qan da ola bilər. İndi gəlin keçək ürəyə birləşən damarların sırf adları ilə baxaq. Ürəyə bilavasitə 8 iri damar birləşir. Bunun ikisi qanı ürək boşluğundan çıxarır.
Yəni nədir? Arteriyadır. Baxın, bu ürəyin quruluşu. Burada görürsünüz, burada mədəcikdən çıxan qulaqçıqlar birləşəndən biraz qarışıq düşüb. Yəni şəkildə tam aydın seçməyəbilirsiniz. Ona görə baxın, mən belə bir sxem çəkmişəm. Yəni təbii ki, əslində quruluş belə deyil. Özünüz gördünüz ki, bu mədəcikdən çıxan yuxarı tərəf çıxır. Amma daha yaxşı yadınızda qalsın, daha rahat yadınızda qalsın deyə mən həm buradan göstərəcəm sizi şəkilləri, həm də tam ürəkdə necədir elə göstərəcəm. Deməli, sol qulaqçıq, sol mədəcik. Burada da qanı göstərmişəm. Arterial qanlar qırmızı rənglər, venoz qanlar isə mavi rənglə işarələmişəm. Deməli, qanı ürəkdən dedik 2 iri damar çıxardır. Hansılar oldu? Bunlar arteriya adlandı. Hansı arteriya? Sol mədəcikdən çıxardan aorta. Aorta damarın adıdır. Amma damar hansı damardır? Arteriya damarıdır. Sağ mədəcikdən çıxaran ağciyər kötüyü. Bu oldu 2 arteriyamız. 8 iri damar birləşirdi, düzdür? Neçəsi venaya qalacaq? 6-sı. Deməli, vena damarı hansı oldu? Qanı ürəyə gətirən. Sol qulaqçığa birləşən 4 dənə ağciyər venaları, sağ qulaqçığa birləşən 2 boş vena. Biri yuxarı boş vena, biri aşağı boş vena. Bu isə ürəyin vena damarlarıdır. 6 ədəd. 2 arteriya. Baxın, hər mədəcikdən bircə dənə damar çıxır. Ona görə 2 mədəcik varsa 2 arteriya var. 2 arteriya, qalanları isə olacaqdır vena. Gəlin burada da yerinə baxaq. Baxın. Arteriyalar hansıdır? Bir, buradan çıxan ağciyər kötüyü, sağ mədəcikdən, sol mədəcikdən çıxan aorta. Bu 2 arteriyamız. Sağ qulaqçığa gələn yuxarı aşağı boş vena, sol qulaqçığa gələn 4 ədəd ağciyər venalar. Biz bunu damardan dedik. Gəlin indi arterial venoz qana görə baxaq, tərkibindəki qana görə. Deməli, ürəyə birləşmiş damarlardan 5-ində arterial, 3-ündə venoz qan olacaqdır. Deməli, hansılardır? Gəlin baxaq. Baxın, ən rahat yadda saxlama üsulu. Məsələn, testlərdən də görəcəksiniz. Məsələn, damarları işarələri 1, 2, 3, 4, 5, 6 belə işarələr deyir. Bu damarların hansında arterial qan var, hansında venoz qan. Baxın, damar sol tərəfə birləşirsə, həmin damarlarda arterial qandır. Damar sağ tərəfə birləşirsə, həmin damarlarda venoz qandır. İndi gəlin baxaq. 5 arterial demədik. İndi gəlin baxaq. 4 ədəd ağciyər venaları, hansı ki qan ağciyərdə təmizlənib gəlir, oksigenlə zənginləşib gəlir deyə olacaq arterial qan. Görürsünüz, damar venadır, içində arterial qandır. 4 ədəd buradan və bir dənə də mədəcikdən çıxan, sol mədəcikdən çıxan. Sol qulaqçıqda arterialdırsa, sol mədəcikdə də arterial olmalıdır. Sol mədəcikdən çıxan aorta damarı 1, 2, 3, 4, 5 ədəd damarda arterialdır. Venoz qana baxaq. Deməli, ikisi sağ qulaqçığa birləşənlər, baxın görürsünüz, sağ tərəfə birləşən damarlarda venoz qan olacaq. İkisi sağ qulaqçığa birləşənlər yuxarı aşağı boş vena, hansı ki böyük qan dövranından qayıdır, orqanlardan qayıdır. Və buradan da keçib ağciyərə getməlidir axı təmizlənməyə. Ağciyərə təmizlənməyə gedən təbii ki venoz qan olacaqdır. 1 ədəd ağciyər kötüyü. Və gördüyünüz kimi 3-ündə venoz. Deməli, ürəyə birləşən 8 damardan ikisi arteriya oldu, 6-sı vena oldu. Bu damarın adına görədir, ürəkdən çıxan ürəyə gələn. Və 8 damardan isə 5-ində arterial qan olacaq. 3-ündə venoz qan. Ürəyin özünü, arterial, təbii ki, ürək özü bir orqandır, buna da arterial qan lazımdır. Ürəyin özünü arterial qanla təchiz edən damarlar isə aortadan, baxın, aortadan ayrılan damardır və adlanacaq sağ və sol tac arteriyalar. Ürəyi qidalandıran damarlar tac arteriyalar adlanır. Hardan ayrıldı? Aortadan. Sağ və sol tac arteriyaları. Bu isə ürəyin damarları olacaqdır. Yenə deyirəm, testdə ən rahat seçməyiniz üçün baxırsınız, hansı damarda arterialdır, hansında venozdur. Əgər damar sağ tərəfə birləşəndirsə, daha doğrusu sol tərəfə birləşəndirsə arterial qan olacaq. Elə görürsünüz, sol tərəfin damarlarında arterial qandır. Sağ tərəfə birləşəndirsə venoz qandır. İndi gəlin bu damarlara qan dövranına görə baxaq.
Bilirik ki, insanda qan iki qan dövranı var. Böyük qan dövranı, kiçik qan dövranı. Böyük qan dövranı qanı, arterial qanı aparır, orqanlara paylayır. Yəni orada oksigeni paylayır da, daha dəqiq desək. Böyük qan dövranında nə baş verir? Arterial qan orqanlara gedir, oksigenini verir, orqandakı karbonu alır, venoza çevrilir, qayıdır ürəyə tökülür. Kiçik qan dövranı nədir? Venoz qan təmizlənməlidir. Venoz qan gedir ağciyərdə oksigenlə zənginləşir, arteriala çevriləndən sonra gəlir ürəyə tökülür. İndi haradan çıxır, hara tökülür? Gəlin baxaq. Böyük qan dövranı. İstər böyük, istər kiçik. İkisi də mədəcikdən başlayır. Mədəcikdən. Böyük qan dövranı bir ədəd aorta ilə başlayır. Aorta ilə başlayır. Qan o aortadan gedir, bədənə, orqanlara paylanır. Venoza çevriləndən sonra, yəni sol mədəcikdən aorta ilə başladı, gəlir. Sağ qulaqçığa yuxarı aşağı boş vena ilə tökülür. Başdan və yuxarı ətraflardan gələn qan yuxarı boş venaya tökülür. Ondan aşağı isə, aşağı ətraflardan, deməli, döş boşluğu, qarın boşluğu, çanaq boşluğundan gələn qan isə aşağı boş venaya töküləcəkdir. Hər kəs ikisi də sağ qulaqçığa tökülür. Deməli, istər böyük, istər kiçik qan dövranı mədəciklə başlayır, qulaqçıqla bitir. Hər ikisi də burada mədəciklə başlayır, qulaqçıqla bitir. Böyük qan dövranı sol mədəcikdən aorta damarından başladı, sağ qulaqçıqda yuxarı aşağı boş vena ilə bitdi. Arterialla getdi, venozla qayıtdı. İndi bu venoz gəlir sağ mədəciyə, gedib oksigenlə zənginləşməlidir. İndi isə kiçik qan dövranı başlayır. Sağ mədəcikdən ağciyər kötüyündən başlayır, sonradan bu ağciyər kötüyü 2 ədəd arteriya ayrılacaq. Sağa gedən sağ ağciyər arteriyası, sola gedən sol ağciyər arteriyası. Adında arteriya da olsa, içərisində hansı qandır? Venoz qan. Ağciyər kötüyü ilə bir ədəd, baxın, burada da böyük qan dövranında bir ədəd damarla mədəcikdən başlamışdı, bu da bir ədəd damarla mədəcikdən başlayır. Bir damarla başladı, venoz qanla, ağciyər kötüyü ilə sağa sola ayrıldı, getdi ağciyərdə təmizləndi, karbonunu verdi alveola, oksigeni aldı, gəlir töküləcək hara? Sağ mədəcikdən başladı, sol qulaqçıqda bitəcəkdir. 4 ədəd. Bu ikisi, baxın, bu ikisi sağdan gələn sağ ağciyər venalarıdır. Bu ikisi soldan gələn sol ağciyər venaları olacaqdır. Hansı qanla gəlir? Arterial qanla. Kiçik qan dövranı venoz qanla başladı, arterial qanla bitdi. Baxın, tez kiçik qan dövranı deyirsiniz. Axınıza gətirin, kiçik qan dövranı hara gedir? Ağciyərə. Ağciyərə nəyə gedirlər? Təmizlənməyə. Deməli, venoz gedəcək, arterial qayıdacaq. Bir damar ağciyər kötüyü sağ mədəcikdən çıxacaq. 4 ədəd vena içərisində arterial qan daşıyan sol qulaqçıqda bitəcəkdir.